Son zamanlar, lap elə son günlərdə də ölkənin həyatında çox ciddi və narahat edici hadisələr baş verir. Qapımızın ağzında yeni müharibə təhlükəsi barədə danışılır. Amma mən sizə yenə də korrupsiya və uğurlar haqqında danışmağa məcbur oluram. Axı böyük qlobal layihələr nə qədər danışsaz da, nə qədər söhbətlər açsanız da, mütləq bütün bu söhbətlər gəlib ora dirənir ki, bu qlobal layihələrin yükünü çəkən biçarə Azərbaycanlılardır və onlar iqtisadi çöküşün, sosial böhranın bütün ağırlığını öz çiyinlərində daşıyırlar. Bu sahədə vəziyyət də durmadan pisləşir, amma hamı üçün deyil. İndi siz gəlib məsələn Vasif Talıbovdan, Bəylər Əyyubovdan danışırsınız və deyirsiniz ki, bunların milyardlarla dollarlıq sərvətləri var. Bunlar həbs olunmalıdır. Onların bütün əmlakı müsadirə edilməlidir. Amma görürsünüz ki, bunların heç biri baş vermir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, milyardlarla sərvətə malik olan bu adamlar faktiki olaraq toxunulmazlıq hüququ əldə ediblər. Mən indi deyə bilmərəm ki, bu hüquqları necə əldə ediblər. Yəni, indi deyə bilmərəm, əslində deyə də bilərəm, çünki hər şey göz qabağındadır. Məsələn, Vasif Talıbovla bağlı səsləndirilən ittihamları xatırlayaq. Bu gün də Vasif Talıbov öz yerindədir. Vəzifədə olmasa da əvvəlki mövqeyini və statusunu qoruyur. Öz həyatını yaşayır. Heç bir ciddi problemi yoxdur. Oğlu Rıza Talıbov da Dövlət Miqrasiya Xidmətində general paqonları ilə fəaliyyətini davam etdirir. Bu faktlar hamının gözünün qabağındadır. Halbuki bir müddət əvvəl xalqa davamlı şəkildə belə şüarlar səsləndirilirdi ki, güya bu şəxslər milyardları taladıqlarına görə onların həbsi də qaçılmazdı. Deyirdilər ki, onlar həbs olunmadan ədalət bərpa olunmayacaq. Eyni iddialar başqa şəxslərlə bağlı da səsləndirilirdi. Bəli, doğrudan da həm bəzi vəzifəli şəxslərin, həm də bəzi bəylər kimilərin milyardlarla ölçülən sərvətlərinin olduğu barədə ciddi məlumatlar var və onlar yayılır, aşkarlanır, üzə çıxarılır. Nəticədə görürük ki, bu sərvətlərin sahibləri də tutulmur, onlara gözün üstə qarşım var deyən də olmur. Əksinə, onlar qorunur və himayə olunurlar, həbsdən də uzaq tutulurlar. Xalq isə illərdir gözləyir ki, bu cür korrupsioner və cinayətkar şəxslər məsuliyyətə cəlb olunacaq. Bu gözlənti uzun illərdir davam etsə də heç bir nəticə vermir və verməyəcək. Məhz buna görə də bu milyarder korrupsionerləri bəzi şərti qruplara da bölə bilərsiniz. Milyonlarla sərvəti olanlar, 1 milyard və ondan çox, 1 milyarddan yuxarı sərvəti olanlar, 10 milyarddan yuxarı sərvət talayanlar və s. Bu sərvətlər 33 il ərzində formalaşmış korrupsiya, rüşvət, mənimsəmə və inhisarçılıq sisteminin nəticəsidir. İndi sizə bir sual vermək istəyirəm. Siz şəxsən general-mayor Kənan Aşurov adlı bir şəxsi tanıyırsınızmı? Onun milyardlarla ölçülən sərvətlərə malik olduğunu bilirsinizmi? Bu adamın fəaliyyəti uzun illər müxtəlif strukturlarda davam edib. Kənan Aşurov öz fəaliyyətini əsasən ailə və onlara yaxın çevrə üzərindən qurub, sanki başını gizlədir, amma fəaliyyətinin nəticələri hər tərəfdən görünür. Kənan Aşurov çox böyük sərvətlərə malikdir. Onun həm Rusiyada, xüsusilə Moskvada, həm də Çexiyada, İranda böyük biznes maraqları var. Bundan başqa Türkiyə ilə də müxtəlif biznes əlaqələri mövcuddur. Bakı şəhərində marşrut xətlərinin açılması və mikroavtobusların dövriyyəyə buraxılması ilə bağlı layihələrdə də iştirak edib. Bundan əlavə əsas gəlir mənbələrindən biri də müxtəlif malların qaçaqmalçılıq yolu ilə Rusiyadan Azərbaycana gətirilməsi olub. Bu mallar Samur gömrük keçid məntəqəsindən keçirilərək Quba istiqamətinə yönəldilib və nəticədə böyük məbləğdə gəlirlər əldə edilib. Təbii ki, bu proseslərdə onun öz adamları, yaxın qohumları və müxtəlif bölgələrdə fəaliyyət göstərən qrup üzvləri fəal iştirak edirlər. Sonradan Kənan Aşurov Astara gömrüyünə rəis təyin edilir. Orada da eyni biznes fəaliyyətlərini davam etdirir. İrandan müxtəlif malların keçirilməsi, o cümlədən bahalı xalçaların dövriyyəsi ilə bağlı böyük biznes qrup bu fəaliyyət tədricən beynəlxalq miqyasla alıb.
Daha sonra onu yenidən başqa vəzifəyə gətirirlər və xaçmaz gömrüyünə rəis qoyurlar. Sanki əvəz olunmaz bir kadr kimi müxtəlif vəzifələrə dürtüşdürürlər. O isə bu vəzifələrdən istifadə edərək milyonlarla gəlir əldə etməyə davam edir. Bu şəxsin arxasında dayanan və ona ciddi dəstək verən ilkin şəxslərdən biri Aydın Əliyev idi. Aydın Əliyev uzun müddət Dövlət Gömrük Komitəsinin sədri oldu. Kənan Aşurov onun ailəsinə çox yaxın və yaxın çevrəsinə də daxil olan şəxs kimi tanınırdı. Aydın Əliyevin rəhbərliyi dövründə Kənan Aşurovun gəlirləri dəfələrlə artdı. Çünki bu yaxınlıq və himayə nəticəsində onun fəaliyyət imkanları daha da genişlənmişdi və var dövləti də sürətlə böyüyürdü. Bu proseslərdə ona yardım edən şəxslərdən biri də hazırda Dövlət Gömrük Komitəsinin sədri olan Şahin Bağırovdur. Şahin Bağırov haqqında da çox ciddi məlumatlar var, onları da danışacağım. Sual yaranır, niyə Şahin Bağırov Kənan Aşurovu yenidən öz komandasına gətirdi? Bunun səbəbi çox sadədir. Orada bu kadr münasibətlərinin hansı paketlərlə və bağlamalarla qurulduğunu sistemin hər bir üzvü bilir. Orada idarə rəisi vəzifəsində Rauf Məmmədov adlı birisi də vardı. Hətta Rauf Məmmədovun əməliyyat olunması və onun ürək problemlərinin həlli üçün Almaniyada müalicə xərclərinin qarşılanması məsələsi də vardı. Bu barədə Kənan Aşurovun öz dilindən deyilən sözlər var. Rauf Məmmədovun özünün də təsdiqlədiyi kimi həmin müalicə üçün təxminən $200.000 xərc çəkilib və maraqlı sual yaranır. Kənan Aşurov niyə Rauf Məmmədov kimi Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan bir şəxsin müalicəsi üçün məsələn $200.000 pul xərcləməli idi? Nədir? Bu adam tibbi sığorta xidməti işləyir. İndi isə başqa bir məsələyə diqqət yetirək. 44 günlük müharibə zamanı 3000-dən çox şəhid verdik, 10 minlərlə yaralımız oldu, amma Kənan Aşurovun oğlu müharibədə iştirak etmədi. Halbuki fiziki cəhətdən sağlam, güclü bir insandır. Müharibəyə getmədi, amma bugün böyük sərvətlər içində yaşayır. Bu müharibə söhbətinə aksenti ona görə daxil edirəm ki, yeni müharibə əstanasında olduğumuz barədə ehtimallar da yayılır. Əgər bu adam doğrudan da xeyirxahdırsa, mən ona bir təklif verim. Yığdığı pullardan bir neçə milyon dolları yaxud bir neçə 10 milyon dolları gedib Yaşad fonduna köçürsün ki, şəhid ailələrinə və qazilərə kömək olsun. Amma belə olmur. Çünki bu adamlar xeyriyyətçiliklə yox, yığımçılıqla məşğuldular. Şahin Bağırovun gömrük münasibətlərini də bu cür adamlar bəlli qaydalarla qurub işlədirlər. Baxın, vəziyyət nə yerə çatıb? Dövlət Gömrük Komitəsində 3 ali təhsilli, 5 dil bilən bir mütəxəssisin yerinin dəyişdirilməsi üçün Kənan Aşurov nə az, nə çox $150.000 tələb edir. Bu artıq açıq bazardır. Dövlət Gömrük Komitəsinin içində belə bir kadr bazarı formalaşdırılıb. Kənan Aşurovun və onunla eyni fəsilədən olan gömrük kadrlarının xidməti, fəaliyyəti 1999-cu ildən bugünə qədər tam şəkildə yoxlanılsa nələr üzə çıxar? Korrupsiya, rüşvət alma, mənimsəmə, talama, dalama və hayıf ki, cinayət məcəlləsində inzibati qudurğanlıq maddəsi yoxdur. Amma birtəhər dürtüb tövsif etməyə dəyər. Nəticədə milyardlarla vəsait dövlət büdcəsinə qaytarırlar. Əlbəttə, anlayıram ki, çox sadəlöv yanaşmadır. Çünki belə tiplərin yoxlamasına elə eyni cinsdən olan komissiya üzvlərini cəlb edərdilər, edirlər də. Bu milyonluq, 10 milyonluq, milyardlıq korrupsiya canavarlarının fəaliyyətindən hələ danışacağıq. Şahin Bağırova da gələcəyik. Bu kateqoriya üzrə kadr qıtlığı yoxdur. İndi çalışıram milyardlıq korrupsiya heyvərələrinin siyahısını tutum. Bəzi dostlardan da xahiş etmişəm ki, məlumatları bölüşsünlər. Məsələ də belədir ki, korrupsiya rəqəmləri daha çox olduqca talançılar daha çox qoruma və toxunulmazlıq haqqı alırlar. O da axı pulla satılır. Amma hələ ki, bu Kənanla davam edək. General-mayor Kənan Aşurov 1999-cu ildən Xaçmaz gömrüyünün rəisi vəzifəsində işləməyə başlayandan sonra, daha sonra Astara gömrüyünə təyin olunandan və yenidən Xaçmaz gömrüyünə qaytarılandan sonra bir çox maraqlı proseslər baş verib. Bu barədə gömrük işçiləri danışırlar təbii. Orada çalışan əməkdaşlara aylarla əmək haqqı da verilmirdi. Onlardan sadəcə
sənədlərə imza attırılırdı ki, güya maaşlarını alıblar. Amma əslində həmin maaşlar verilmirdi. Bu pulların adı isə idarədən kənar fond xərcləri kimi göstərilirdi. Yəni, əmək haqqı adı ilə ayrılan vəsaitlər sadəcə mənimsənilirdi. Korrupsiya dövriyyəsinin milyardları keçdiyi sistemdə işçilərin əmək haqqını da buna görə kəsirlər ki, onsuz da siz başqa yollarla qazanırsınız. Bugün ölkədə Vətən müharibəsi iştirakçısı 80 manat müavinət alırsa, Kənan Aşurov kimi adamların 800 milyonluq əmlakları varsa və digər ölkələrdə də mülkləri mövcuddursa, onda tənasübün uyğunluq əmsalını çıxarın. Biz də elə buna çalışırıq. Həmin əmsalı tapıb bizə çıxarmağa və bir də görürsən ki, daha bir Qarabağ qazisi aclığa, qürurunun sındırılmasına dözməyib bıçağı ürəyinə sapladı və özünü öldürdü. Gömrük generalı Kənanın milyardlarından danışırsan, səfalətə düçar edilmiş Qarabağ qazisi Kənanın intiharına gəlib çıxırsan. Cömert Qayanın nekroloq əvəzi qeydləri ilə bitirirəm bu söhbəti. Təbrizə, Ərdəbilə getməmişdən qabaq əvvəlcə o bıçağı o ürəkdən çıxarın, heç olmasa. Sonra hara gedirsiniz gedin. Qarabağ döyüşçüsü olan Kənan bıçağı öz ürəyinə saplayıb. Sözün həqiqi mənasında belə edib. Bu igid bıçağı birbaşa ürəyinə sancıb. Mən özünə qəsdin cürbəcür yolları haqqında eşitmişəm, oxumuşam, hər biri dəhşətdir. Amma üçü mənə daha dəhşətli, amansız görünüb. Bu igidin etdiyi də elədir. İnsanın qanı donur oxuyanda. Zəngəzurdan vurub Təbrizdən çıxanlar, Ərdəbildən girib Dərbənddə peyda olanlar əvvəllər məni iyrəndirirdi, indi gülməli görünürlər. Əslində isə qorxulu, ziyanlıdırlar. Bir vətən döyüşçüsünün fəryadına səslərini qoşmaz, bir veteranın naləsini eşitməzlər. Gözləri də görməz onları. Əvəzində bunlar gələcəyimizlə əlləşirlər. Strateji planlar qururlar. Təbrizi alır, Dərbəndi qaytarırlar. Döyüşçü kimdir, veteran kimdir, qazi kimdir, kimə lazımdır axı onlar? Ölürlər, ölsünlər də.